Ada Universitetinin, İtaliyanın Bergamo Universiteti və Əlcəzairin Setif 2 Universiteti ilə birgə keçirdiyi PRANET beynəlxalq layihəsi başa çatır. Məzun günündə çıxış edənlər İtaliya və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin akademik sahədə də gücləndiyini bildiriblər. Qeyd olunub ki, 3 il ərzində həyata keçirilən magistr proqramı universitetlər arası akademik şəbəkəni gücləndirməklə tələbə və təcrübə mübadiləsinə töhfə verib. Beynəlxalq inteqrasiya və təhlükəsizlik siyasəti üçün radikallaşma və terrorizm əleyhinə mübarizə mövzusundakı proqram müddətində həmçinin radikallaşma, terrorizm və deradikalizasiya başlıqlı kitab da nəşr edilib. Bizim bugün 31 tələbəmiz məzun olur. Bu proqramda Qarabağ mövzusu, Qarabağda olan erməni terrorizmi və beynəlxalq səviyyədə erməni terrorizmi də çox ətraflı tədris olunub və araşdırılıb. Bugünkü tədbirin təşkili Prezident İlham Əliyevin İtaliyaya səfər ərəfəsinə təsadüf edir. Bu proqram Azərbaycan və İtaliya arasındakı ikitərəfli əməkdaşlığın növbəti mərhələsinin daha bir sübutudur. Magistr proqramımız geniş əməkdaşlıqlarla yadda qaldı. Bu müddətdə biz müxtəlif konferans və seminarlar təşkil etdik. Uzun müddətli tədqiqatlarımız nəşrlərdə əksini tapıb.